Yok. Kadir yok. Bana demiş olma yok Kadir. Hə Mələk, Neyinirsən? bilmirəm. Nə olub? Bəbirin qızı mesaj göndərmişdi. Açdım baxdım ki, Qədirlə şəkillərini göndərib. Nə şəkil? Göz atıram. Bunlar kim çəkib? Nə vaxt çəkilib? Bilmirəm Mələk, heç nə bilmirəm. Amma təzə olduğu üçün atıb da yəqin. Köhnə olsaydı çoxdan atmış olardı. Mələk, Qədir bunu mənə necə eləyə bildi? Qumru, sakitləş. Əvvəlcə Qədirlə danış, ondan sonra yaxşı. İnternet dövrüdür də. Süni intellektdən 50 min cür şəkil düzəldib yayırlar. Hər şeyə sən niyə inanırsan? Nə süni intellekt? Görmürsən? Real şəkillərə oxşuyur. Bəlkə çoxdanında özü indi atıb. Qədirlə danışmısan sən? Hələ evə gəlməyib. Qoy gəlsin, özündən danış. İnanma o qıza. Bu dəqiqə sizin aranızı vurmaq üçün hər şey eləyər. Sakitləş də, sən sakitləş, narahat olma. Mələk, birdən doğru olsa, doğru olsun deyəndə ki, kör gör də hər şey ortadadır. Yaxşı, Mələk, danışarıq. Hə, sakitləş. Yaxşı. Yaxşı, birazdan yığarım sən. Oldu. Ay Qədir, qız düz deyir də. Süni intellektlə düzələn şəkil oxşamır axı bu. İfritə. Atasından qurtardıq, indi balası başladı. Mələyim. Neyinirsən? Qulaq asa İslam. Haydi. Qədir o qızla görüşür. Nə qız? Bəbirin qızı. Yo, nə olub ki? Qumruya şəkil göndərib ki, bax, ərinlə bir yerdəyəm. Ne şəkil? Buna bax. Bu qızın başı xarabdır ya Allah haqqı. Deyir, ərinlə bir yerdəyəm. Güclə sakitləşdirmişəm Qumrunu. Demişəm süni intellektə inanmasın. Amma narahatam. Qədir elə şey eləyər. Yox, Qədir niyə belə bir şey eləsin? Məncə bunun hamısı qızın qurmasıdır. Necə yəni? Bu qız Bəbirin qızı deyil. Vallahi mən ondan hər şey gözləyirəm. Hə də, onu da düz deyirsən. Qədirlə danışım da onda. Yox, lazım deyil. Qumru qoy özü danışsın. Görək nə olur. İnşallah ki, yalan olar. Deyirəm də, Bəbirdən qurtardıq. İndi qızı başladı. Hey Allah hamd olsun. Bunların problemləri qurtarmır da. Vallahi qurtarmır.